Salam. Bugün mən sizlərə ən çox edilən səhvlər haqqında danışacağam. Birinci qaydamız defislə yazılan mürəkkəb sifətlərdir. Bunlar hyphenated adjectiveslər adlanır. Əgər rəqəmlərlə isimlər arasında defis varsa, bütöv ifadə sifət rolunu oynadığına görə sifətlər də cəmlənmədiyi üçün təkdə isim işlənməlidir. Yəni, for our journey. Əgər defisi yoxdursa, yəlik hal apostrof qoyulur və bu zaman isim mütləq şəkildə saya uyğun olaraq cəmlənməlidir. For hours journey istifadə olunur. İkinci qayda, spaceman sözünün mənası və cəmi. Spaceman qəribə adam deməkdir. Cəmlənə bilir və bu zaman S şəkilçisi qəbul edir. Olur specimens. Bu nə zaman belə olur? Biologiyada, elmdə, nümunə kimi, misal üçün qanın analizi bu mənada və yaxud da jargonda, informalda qəribə, maraq doğuran bir tip insan mənasında strange spaceman də deyə bilərik, cəmliyə də bilərik, düşər, strange spacemans də deyə bilərik. Bu zaman S şəkilçisi ilə cəmlənir. Diqqətinizə görə sağ olun, videonu bəyənməyi və paylaşmağı unutmayın.